Xameneydən sonra İran üçün yeni mərhələ. Cyber Kuba nəşri yazır ki, onun hakimiyyəti dövründə İranın daxili siyasəti sərt nəzarət mexanizmləri ilə müşahidə olunub və etnik, sosial hərəkatlara qarşı repressiyalar genişləndirilib. Ayətullah Əli Xameney eyni zamanda xarici siyasətdə anti-qərb, xüsusilə Amerika Birləşmiş Ştatları və İsrailə qarşı mövqeyini dayanıqlı şəkildə qoruyub və ölkənin nüvə proqramı ilə bağlı uzunmüddətli qarşıdurma arenasına çevirib. Daily Sun qəzeti yazır ki, Xameneyinin ölümü yalnız İran daxilində deyil, regionda da böyük təsir doğuracaq. Bu hakimiyyət boşluğu mümkün ardıcıl lider seçimi ilə bağlı iç siyasətdə mübarizə və İran-Qərb münasibətlərində yeni mərhələyə keçiddir. Belə bir dəyişiklik yaxın şərqdə geosiyasi balansı ciddi şəkildə sarsıda bilər. Çünki Xameneyinin rəhbərliyi İranın strateji hədəflərini uzun illər formalaşdırmışdı. Business Times isə bu hadisəni həm də daha geniş beynəlxalq kontekstdə güc mübarizəsinin kulminasiya nöqtəsi kimi qiymətləndirir. Yəni son baş verənlər Qərb dövlətləri üçün İranın məhdudlaşdırılması, regionda sabitliyin qorunması və nüvə məsələlərində yeni strategiyanın formalaşması üçün imtina nöqtəsi ola bilər.